2-də 5-dir. Əksi isə mənfi 5-də 2-dir də, düzdür? Çıxma demək ki, yəni Bəli. üstə gələcəyik. Üstə fərqi deyirsə mənfi nə verir bizə? 5-də 2, bax budur. Bunu tapmalıyıq. Bu da neçə eləyir? Ortaq məhrəcə gətiririk də bunları. Ortaq məxrəcə gətiririk. 10-dur ortaq Aha, məxrəc. onda 10-da 29. aysa, onda 29, o da bərabərdir. 2,9-a. Bəli, cavabımız E variantı. Sonra əkyob 84 72-ni hesablayın. Aha. Ayıraq, əkobunu necə ayırırıq? Tutaq ki, 84-ü ayıraq, bir də 72-ni ayıraq. Səksən 4-ü 2-yə böləndə 42. Aha, sən de, mən yazacağım, de. 2-yə böləndə 42. Yenə 2-yə böləndə 21. Aha, 3-ə böləndə də 7, 7, 1. aha, 1, 7. Sonra 72-ni. 72-ni 2-yə böləndə 36. Sonra 2-yə böləndə 18. 2-yə böləndə 9. 3-ə böləndə 3, 3, 1. İndi getdik. Neyinirik? İndi hər ikisindən qiyməti orta olanlardan böyük olanları götürürük. Ortaqları seçirik birinci. Ortaqlar 2-dir, 3-dür. 2, 2, 3, 3 belə. 2 dənə 2, bir dənə 3. Sonra neyinirik ilahə? Mən nə demişdim? Nə demişdin? Nə demişdim? Əşobu necə tapırdıq? Böyüyünü götürürdük. Böyük neçədir? 84. Kiçikdə olmayanlar hansı oldu? 2 ilə 3. Yəni 84 vur 2 vur 3. O da bərabərdir. 504 olmalıdır. Bəli. Aha, 504. Cavabımız E variantı. Üçüncü. Bu üçüncü çox da başa düşmədim. Bir qrupda Alman dilini bilən 14, Rus dilini bilməyən 13 nəfər varsa, qrupdakılardan 8 nəfəri hər iki dili bilirsə, bax, Alman dilini bilən, Rus dilini bilməyən, Alman dili, Rus dili, aha, 8 nəfər də hər iki dili bilir. 8-i buraya yazıram. Bunu biraz arasını çox eləyim ki, yaza bilək. 8-i buraya yazıram. 8 nəfər. Alman dili, Rus dili. Alman dilini bilən 14 nəfərdir. Ümumilikdə 14 nəfərdir. Demir ki, yalnız Alman dili. Deməli, mən yalnız Alman dili bilmənləri tapmaq üçün 14-dən 8-in çıxıram. Bura neçəsi qalır? 6-sı. Deməli, yalnız Alman dilini bilən 6 nəfərdir. Hər iki dili bilən 8 nəfərdir. Rus dilini bilməyənlər 13 nəfərdir. Rus dilini bilməyənlər bilməyən. Rus dilini bilmir ümumiyyətlə. Heç bu neçə nəfər? Bu Alman dilini bilən neçə nəfərdir? Yalnız Alman dilini bilən. 6 nəfərdir. Deməli, mən heç bir dili bilməyən tapmaq üçün 13-dən 6-nı çıxacam. Hə, o da 7. Bax, bu sənə 8-i ona görə veriblər ki, bu yalnız Alman dilini tapmalı. Bəli. O da 7 nəfər heç bir dili bilmir. Başa düşdün? Bəli, başa düşdüm.
Aha. Sonra bunu necə tapsan asan sualdır bu. 28-i 4-ə bölüb 3-ə vururuq. Ay so 21 getdik. Sonra 5-ci. 3 ədədi 15-in neçə faizidir? 20%. Necə tapdın onu? 3-ü böldük 15-ə. Aha. O da 0,2. 0,2 də 20%. Ay so. Verəndə həmişə yadında saxla. Bunlar toplanılır, 180-dən çıxılır. 270-dən 180 Ay so, çıxırıq. 270-dən çıxırıq 180. O 90 dərəcə. Bəli. Başa düşdün? Belə harda gördünsə, bir ki toplayıb 270-i tapıb, tapıb 180 çıxırıq. Ədəd oxuna göstərilmiş A və B nöqtələri uyğun gələn ədədlərin cəmini tapın. Aha, neyək? Bunu yazılmadı. Niyə? 0-dan 1-lə, -1-dən 0 arasında ədədi neçə ilə, oxu neçə ilə bölüblər? 1, 2, 3. Yəni o ikisinin arasında 3 dənə hissə var. 3-dən birinə də A düşür. Deməli yazırsan -1/3-1. Çox asan sual idi əslində. Aha, cəm istir üstə gələk. Burada da baxırsan 1, 2, 2 tam. 2 ilə 3-ün arasında 1, 2, 3 yerə bölübdür. Aha. Daha doğrusu burada 1 tam yox. Mən səhv saldım. -1 tam yox. Elə 3-də 1, -3-də 1 yazacaq. Çünki burada tələ 0-dan 1-ə yaxınlaşmayıb. Hələ 1-ə az qalıbdır. 3-də 1 də yox. 3-də 1, 3-də 2, 3-də 2. -3-də 2 götürəcəyik. 1 tam yox. Çünki hələ 1 tam deyil. 1 buradır, 3-də 1. 3-də 2 buradır, 3-də 3 də buradır da. Yəni 1-in özüdür. Deməli, -3-də 2 üstə gəlinsin. 2 tam 3-də 1. 2 tam 3-də 1. Bu o deməkdir ki, 2 tam 3-də 1-dən 3-də 2-ni çıxıram. Deməli, indi baxıram. 2 tam 3-də 1-dən 3-də 2-ni çıxmaq üçün. Baxıram ki, 3-də 1-dən 3-də 2 çıxmaq olmur axı. Bundan bir tamı verirəm ona. 1 tam 3-də 1. 1 tam 3-də daha doğrusu 4. 1 tamı verəndə bu 3 üstündən də 1, 4 gəlirik. Çıxılsın 3-də 2. O da bərabərdir. 1 tam 3-də 2. Başa düşdün? Bəli, başa düşdüm. C variantı. Sonra 70 ədədinin bölənlərinin sayını tapın. Bölənlərin natural bölənlərin sayını necə tapın? Mən 70 sayda vuruqlarını ayırdım. 2, 5, 7'dir. Amma natural böləni tapa bilmədim. Natural bölənlərin sayı düsturu P-dir də. Yadından çıxıb bərabərdir. Məsələn, K plus 1, N plus 1, sonra üstəri N plus 1 vurulsun hamısı. Yəni 70 ədədini ayırıram. 70'i ayırdım. 2, 35, 5, 7, 7, 1. Düzdür? Aha, hərəsindən də bir dənədir. 72'ye, 35'e, 5'e, 7, 7'ye 1. Yazıram 2 üstü 1 vurulsun, 5 üstü 1 vurulsun, 7 üstü 1. O hər dəfə 1 üstə 1'in gələn, 1 üstə gələk 1 vurulsun, 1 üstə gələk 1 vurulsun, 1 üstə gələk 1. Bu da o demək ki 2 vuraq, 2 vuraq 2. 3 tane 2, 8. Başa düşdün? Hə, başa 9-cu düşdüm. sual, İlahə. Dokuzda burada değinən yerin arasında qaldı. Bax, bu nədir, bu nədir? Bu ikisi, baba, bu xətt onun birləşməsi deməkdir. Bax, bu qaralmış hissə. Kəşmə deməkdir. A ilə B-nin kəşməsi. Və burada A ilə B-nin kəşməsidir. S-ni də qaralamayıblar. Deməli, S yoxdur oradan. S-ni çıxıblar. Deməli, A kəşir B çıxılsın S. E variantı. A ilə B-ni kəşdiriblər. Bax, bu qaralmış hissə, baba, bu hissə kəşmə deməkdir.
Sonra bu hissədən bu S-ni çıxıblar. Bu S-ni çıxıblar da, yəni A ilə B-ni kəsişdirib çıxıblar S-ni. 10-cu sual. Nə yazmısan? Anzın yazmamışım. Niyə yazmamısan ki? İştirak etməyənlərin sayı verilib. Burada isə iştirak edənlərin sayıdır. Burada da etməyənlərdir. Aha. İndi qulaq as. 8-də 3, 4-də 1, 5-də 1. Bunlar iştirak edənlərdir. Tenisiya iştirak edən sayını istəyir məndən. İştirak etməyənlər isə 14 nəfərdir. Gəl birinci bu iştirak edənlərə baxaq. 8-də 3, 4-də 1, 5-də 1. Toplasaq bunları, bunları toplasaq 5-də 1 bərabərdir. Deməli 8, 4, 5-in ortağı 40 verəcək mənə. 40 yazıram burada. 40-ı 8-ə bölürəm 5. 40-ı 4-ə bölürəm deməli 10. 40-ı da 5-ə bölürəm 8. Deməli 15, 10, bir də 8. 25 üstə də 8, 33. Əzim, 40-da 33 iştirak edibdir. İştirak edənlər edib. Bəs burax iştirak etməyən verib. 40-dan 33 nəfər iştirak edibsə, qalır 40-da 7 nəfəri. Deməli 40-da 7-si 14 olan ədəd lazımdır mənə. Onda nə edirəm? 14-ü 40-a vurub 7-yə bölürəm. Yəni 14 vurulsun. 40 tərsinə yazıram da. 7-də 40 yazıram. Bölünsün 7-yə. 7 ilə də 14-ə 2 eləyir 80. Deməli, ümumilikdə neçə nəfərimiz var? 80 nəfərimiz var. Məndən də tenis iştirakçını istəyir. Tenisdə 5-də 1-dir. 80-in də 5-də 1-ini tapıram. 5-də 1. 80-in də 5-də 1-ini tapanda deməli eləyir 16. Deməli neçə nəfər olacaq? 16 nəfər. Başa düşdün İlahə? Bəli, başa düşdüm. Okay. 11. Sadəcə bir top parçanın x metrini 30% gəlirlə, qalan y metrini isə 20% zərərlə satdı. Bu top parçadan ümumilikdə 20% gəlir əldə etdi. X bölə y nisbətini tapın. İndi mənə diqqətlə bax. Əgər 30% gəlirlədirsə, onda bunu 130-dur da, düzdür? Aha, yəni 1,3 x-la eləyək. Deməli, bax, 30% gəlirlədirsə 1,3 x-dir. Orada yazmayayım. Aha, 1,3 x-la yazaq bunu. Y metrin isə 20% zərərlədirsə 0,8 deməli y-də bunu yazaq. Ümumilikdə isə 20% gəlir əldə edibdir. Yəni ümumilikdə 20% gəlir əldə edib nə deməkdir? Yəni x üstə gələ y-dən, yəni bunların hamısı ümumilikdə 20% gəlir 120-dir də. Aha, yəni 1,2 götürürük. Yəni 120 1,2 deməkdir. Yazıram 1,3 x üstə gələ 0,8 y bərabərdir 1,2 x üstə gələ. Çünki x plus y-i vururam hər birini ayrı-ayrıqda 1,2-yə. 1,2 y. Deməli, x-ları bir yerə yığaq, y-ləri də bu tərəfə. X-ları bu tərəfə, y-ləri də bu tərəfə. Deməli, 1,3 x-dan 1,2 x çıxanda 0,1 x qalır. 1,2 y-dən də 0,8 y çıxanda, əzizim, qalır 0,4 y. Bu da o deməkdir ki, yəni x bərabərdir 4 y-ə. Yəni burada da demişik də, əgər belə olanda yəni x qarşısındakına, y də qarşısındakına bərabərdir. Onda x 4-ə bərabərdir. 4-ə. Aha. X 4-ə bərabərdir, y də 1-ə bərabərdir. Onda x-in y-ə nisbəti 4-ün 1-ə nisbətini verir. Bax, 8, bax belə. Aha, fərqi 30 dərəcə olan iki qonşu bucaqdan böyüyünü tapın. Qonşu bucaqların cəmi nəyə bərabərdir, İlahə? 180 dərəcəyə. Bax, cəm 180 dərəcədir.
Fərq 30 dərəcədir. Fərq 30 dərəcədir. Mən de belə bir qaydamız var. Deyirəm yadında saxla. Əgər eyni bir ədəddir, bucaqdır, tərəfdir, hər bir şeydə bunu verə bilərlər. Ümumiyyətlə eyni anda cəmi və fərqi verərsə, eyni anda həm cəmi, həm də fərqi verərsə, böyüyünü soruşursa, toplayıb 2-yə, cəmlə fərqi toplayıb 2-yə bölürük. Yox, kiçiyini soruşursa, cəmdən fərqi çıxıb 2-yə bölürük. İndi mən nə edəcəm? 180 ilə 30-u toplayacağam. 210 böləcəm 2-yə. Eləyəcək 105. Sadə, heç bir şey eləmədim, gördün? Bircə dənə misalla həll elədim. Bir də deyirəm, istəyir bucaqlardan, istəyir ədədlərdən, məsələn, deyəcək ki, 2 ədədin fərqi budur, cəmi budur. Hətta 2 ədədin fərqi vermir, verir ki, bir ədəd digərindən bu qədər böyükdür. Ədədlərin cəmi budur, elə bir ədəd digərindən bu qədər böyük demək, elə özü fərq deməkdir. Yəni bax belə diqqətli ol. Bu yəni tip, bu formalı məsələlərdə həmişə yadında saxla. Cəmlə fərqi verirsə, cəmlə fərqi toplayıb 2-yə böləndə böyüyü alıram. Cəmdən fərqi çıxıb 2-yə böləndə kiçiyini alıram. Başa düşdün? Bəli. Okay. Deməli 13-cü sualda. Modulda x bərabərdir mənfi x, x plus y böyükdür 0-dan. Aha, modulda x mənfi x-ə bərabərdir, x plus y də 0-dan böyükdür. Onda belə çıxaq ki, modulda x özü mənfi x-ə, yəni mənfi x-sa, onda buradan çıxacaq, modulda mənfi x-dan x çıxacaq. Burada zaten özü mənfidir deyə, burada y çıxaq, x kimi götürəcəyik bunu. Bunu da elə x çıxaq y kimi götürəcəyik. İndi bura diqqətlə fikir verək. Burada mənfidir. Mənfi, müsbət və müsbət. Baxıram ki, bax, burada y-lər gedir. Deyəm, y-lər getmir, pardon. Deməli, hansında? Hə, çıxaq x-dir burada, çıxaq. Mən bu işarəni səhv yazdım. Aha, burada, deməli, işarəm, hə, çıxaq x-dir. Bu y-lər qalır heç, 2y eləyir. Mənfilər getmir, axı heç vaxt. Müsbət mənfi olanda gedir. Deməli, yazırıq, çıxaq, deməli, y, üstə gələ x, çıxaq, y. Aha, deməli, burada 2 mənfi x-la mənfi x gedir, qalır 2y. Yazıram, x çıxılsın 2y. Cavabım, bax, E variantı olur. Niyəsini də izah edeyim. Əgər modulda x mənfi x-sa, modulda x çıxan, deməli, modulda mənfi-mənfidirsə, füsuramda müsbət çıxacaq. Ona görə burada müsbət yazırıq. Sonra burada modulda x çıxaq y, x sözü mənfi olduğuna görə y-dən x çıxaq, y çıxaq x kimi yazırıq. Burada da çıxaq x elə olduğu kimi də çıxardırıq ki, x çıxaq y veririk. Onda da burada yadında saxla. Burada mənfi var deyə bu mənfi bunlara təsir eləyir. Çıx y üstə gələ x olur. Burada da mənfi öz mənfiləri qalır müsbət olduğuna görə. Və cavabımız da olur bax belə. X çıxaq 2y. Başa düşdün? Bəli, başa düşdüm. A-nın hansı qiymətində 4 rəqəmli 572 A ədədi 9-a qalıqsız bölünür? Hansı qiymətində deyəndə 9-a bölünmə əlamətinə görə nə etməliyik? Rəqəmlərin cəmi 9-a bölünürsə? Rəqəmlərin cəmi 9-a bölünürsə, bu ədəd 9-a bölünür. Deməli, 5-in üstə 7 üstəki 9, 5, 14. Məndə orada nə çatmır? 4 çatmış ki, 9-a bölünsün. Deməli, cavabımız eləyəcək 4. 15-də kəşfməni istəyir bizdən, sayını istəyir. Deməli, kəşfmədə də ortaqları götürürük. 1 var, 3 var, 5 var. Neçə dənə oldu? 3 dənə. 3 dənə. Cavab 3. Burada dövrdən çıxarılmanı bilirsən. 9-da 5, üstə gələk 9-da 7. O da verir mənə 9-da 12. Qoyduq qırağa. Bu verir 99-da 31. Üstə gələk 90.
9'da 35. O da verir mənə 99'da 66. Bunu da avtomatik 11'e ixtisar edirəm. Alıram 9'da 6. Da ixtisar eləmirəm çünki bunu da eləməmişəm. İndi 9'da 12 vurulsun 6'da 9 tərsinə yazıram. 9'lar getdi, 6 ilə də 12 getdi, cavab elədi 2. Vəssalam. Başa düşdün? Bəli, başa düşdüm. 96 ədədini 2, 3, 7 ədədlərlə düz mütənasib deyəndə sadə düz mütənasiblikdir. Ümumiyyətlə hissələrə bölmə, mütənasib hissələrə bölmə deyəndə verilələr toplayıram. 2, 3, 7-ni toplayıram, eləyir 12. 96'nı bölürəm 12'yə, eləyir 8. Böyük hissə deyirdi, 8'i 7'yə vuram. Ən böyük neçədir? 7. 8'i vururam 7'yə, eləyir 56. Başa düşdün? Bəli. Okey. 18. Rəhimin aylar üzrə xərclədiyi pul miqdarı manatda verilmişdir. May ayında xərclədiyi pul 4 ayda xərclədiyi pul neçə faizidir? May ayında xərclədiyi pul 90 manatdır. 4 ayda xərclədiyi pul isə gəl hesablayaq. 250, demək 140 ilə 120 eləyir 260. 260'ın üstünə də 90 gələndə eləyir 350. Üstünə də 250 gələndə eləyir 600. Deməli, ümumilikdə bunun may ayında xərclədiyi pul o 90 manatdır. Ümumilikdə xərclədiyi pul 600'dür. Aha, vur 100. Vəssalam. O da getdi. 6, 90'ı da 6'ya böləndə 1, 5, 15 faizi. Başa düşdün? Bəli. Yaxşı. İndi bura baxaq. 19. Alfanın hansı qiymətində? Alfanın hansı qiymətində A və B düz xətləri paralel olar? A və B düz xətləri paralel olar. Hə. İndi bunu bir dənə belə çəkib, bunu da bir dənə belə uzatsam mən. Baba belə uzatsam. Aha. Bax, bura 35 dərəcədirsə əzizim. Deməli, bura da 35 dərəcədir də. Düzdür? Belə verirəm də. Bura 35 dərəcəsə, qabağındakı bucaq da 35 dərəcədir. Mən də demişəm ki, deməli, asıl mən deyəndə, belə demişik ki, bu alfa ilə bu iki bucağın, bu iki bucağın cəmi bunu verməlidir, 35'i verməlidir. İndi bizə də gəl elə deməyək də, belə deyək. Bura 35 dərəcədirsə, deməli, bura da 35 dərəcədir. Ümumilikdə də bura 180 dərəcədir. Baba, bu da 180 dərəcədir. Mən indi buranı tapa bilərəm. Buranı tapsam, buranı tapmış olacam. Buranı tapmış olsam, deməli, mən bu ikisinin buranı tapmış olsam, aha, gəlib buraya yazsam, bundan toplayıb 180 çıxa bilərəm. Aha, deməli, əgər mənə bu paralelliyin istəyirsə, deməli, heç vəbşə da ən yaxşısı 80 ilə 35'i toplayıb 180'dən çıxsam da elə alfanı alacam. Yenə də elə alacam. 80 ilə 35'i toplayıram. Eləyir 115. Aha, 180'dən də çıxsam 115'i. Mənə nə verir? 180'dən də 115'e çıxsam, getdik, 65. Ay, so. Deməli, bura neçə dərəcə olacaq? Birinci vuraq onları. 27, 2 dənəsinin ədəd ortasıdsa, 27'ni 2'yə vuracam. 27'ni 2'yə vuranda eləyir 54. 12 də 3 dənəsinin ədəd ortasıdsa, 12'ni də 3'ə vuranda eləyir 36. Toplayıram, eləyir 90. Aha, indi burada neçə dənə rəqəm var? 1, 2, 3, 4, 5 dənə. 90'ı da bölürəm 5'ə, cavab eləyir 18. Cavab elədi 18. Deməli, bu hamısının ədəd ortası 18'dir. Cəmi 86 olan 2 ardıcıl cüt natural ədədin əkobunu tapın. 2 ardıcıl cüt natural ədəddir. Sağlam ol. Birinci ədədimiz. Mən onun üstünə 44 getmişəm.
Bax, 2 cəmidir 86-dır. Birinciyə x verirəm, ikinciyə də verirəm x plus 2-də. Ardıcıl deyəndə belə götürürük. Əşob nə deməkdir? Bunu buna vurmaq deməkdir. X vurulsun, x üstə gələ 2 bərabərdir 86. Ayşə, sən buna nə götürmüsən? 42 ilə 44. Əşob. Səhv eləmirsən Yox, Ayşə. ədədləri 42, 44 götürmüşəm. Yox, əşobunu istəyirsən. Hə, bunların cəmi, daha doğrusu 2 ardıcıl natural ədədin cəmi deyil. Hə, cəmi 86-dır deyirəm axı. Onda 2x üstə gələ 2 bərabərdir 86, o da eləyir 84, o da eləyir 42. 42 44-dür, bəli. Bəs əkobu nəyə bərabərdir? 42 ilə 44-ün əkobu. 924 tapmışam mən. 44. Əkobu Aysol 924. Deməli 2 42 44. Yox, çox gedibsən axı. 42 ilə 44-ün əkobunu tapmaq üçün sadəcə ayırmalıyıq da. Bizə də rəngini dəyişim bunun. Hə. Tak, 42-ni birinci ayıraq, sonra 44-ü ayıraq. Ayraq 2 21 3 7 7 1 44 2 22 2 11 11 1. Deməli 2. Ortaqları, yəni bunların əbubu olsa bilirik ki 2-dir. Ən böyüyü də 44-dür. 44-ü də vuruq 2-yə. Daha doğrusu 44-ü də vuruq 2-yə yox. Burada 2 var. 3 ilə 7-yə. 3-ə bir də 7-yə. 44-ü də 3-ə bir də 7-yə vuracağıq. Alınan cavabımız. Sən neçə tapmışdın? Hə, 924. Düzdür, düzdür. Sən bir 924 dedim bayaq mənə. İlahə, buradasan? Bəli. Aysel, cavabımız 924. Qatar 96 km getdikdən sonra yolun 5də 3 hissəsi gedilməmiş qaldı. Qulaq, qatar 54 km gedərsə yolun hansı hissəsi gedilməmiş qalır? 96 km gedib 5də 3-ü qalıb. Deməli, getdiyi yol nə qədərdir? ...96-nın birinci 5-dəki hissəsini tapır. 5-dəki hissəsi 90. 96 yolun 5də 3 hissəsi gedilməmiş. Getdikdən sonra 96 5də 2-si yox. 5də 2-si 96 olan ədəd. 96-nı 2-yə bölüb 5-ə vurmalıydın. 140 eləyir o da. Aha. 140. İndi təzədəndən 96 üstə 54 gələcək. Neçə eləyəcək? Bizə 140 eləyir o bir dəqiq. Bizə dəqiqə 96 140 eləyir. 2 vursun 5. 240. 140 yox, 240. Mən 140 eşitdim. Hə, 240. İndi 96-nın da üstünə 54 gələndə eləyir 150. Deməli 150 240-ın hansı hissəsidir? Onu tapmalıyam. Hansı hissəsi gedilməmiş qalır? Birinci 96 150 yuxarıda 240 aşağıda yazacağıq. Sıfırlar heç getdi. 24 ilə də 15 3-ə gedir. Eləyir 8-də 5. 8-də 5-i gedibsə neçəsi qalacaq? 8-də 3-ü. Cavabım bu olacaq. Başa düşdün? Bəli. Aha. X çıxaq Y 20 olarsa Y-i tapın.
deməli bunun da nisbəti 4-ə bərabərdir. Bunu buna böləndə bu da o demək ki, 2 x bölək 2 vurulsun y-də 3 bərabərdir 4-ə. İndi baxaq. 3x 2y-ə 3x 2y. O da eləyir 3x bərabərdir 2y. Bu da vuranda 8y. Aha. İndi x çıxaq y 20-dirsə x 8k-ya y də 3k-ya bərabərdir. X-imiz oldu 8k, y-imiz oldu 3k. O da eləyir 5k bərabərdir 20, k da bərabərdir 4-ə. Deməli bizim cavabımız y istəyir 4-ü də 3-ə vuranda 12. Deməli y-imiz olacaq 12. Başa düşdün? Bəli, başa düşdüm. Ay, sağ ol. Sonra uzunluğu 45 cm AB parçasının daxilində C və D nöqtələri qeyd olmuşdur. AD bərabərdir 2 dənə CD-yə. Yəni AD bu x-sa, bu AD-miz 2x-dir. Və BC bərabərdir 3 dənə BD. Yəni bu isə bərabərdir. Buna da y versə 3y-ə. 3y-ə. İndi BD parçasının bizdən BD parçasının uzunluğu istəyir. Ümumilikdə bunun общий uzunluğu 45 cm-dir. Aha. Hamısı bir yerdə 45 cm-dir. Deməli, bu 3y-dir. Bu AD 2x-dir. 2x plus 3y 2CD-yə bərabərdir. Bundan bu elə bir ki 2 hissədən ibarət. Bu ikisi birdir. Bundan da onda CD əgər bu 3y-ə bərabərdirsə, onda CD də 2y-ə bərabərdir. Bunu y-lərlə ifadə eləyək də. Başa düşdün? Və burada ilahə rəngini dəyişim. Və burada bizə əsas verən, əsas lazım olan nədir? Bu y-dir. Bu hamısı, bunun hamısı. Yəni bunu 3 dənə bundan, bunun hamısı 3 dənə y-ə bərabərdirsə, burası y-dirsə, yerdə qalır 2y-də. Başa düşdün? Onda bax bunun özü 2y-dir. CD 2y-dir. Bunu hardan tapdım? Deyim mən sənə. Hardan tapdım? Oradan tapdım ki, əgər bura y-dirsə, общisi 3y-dir. Düzdür? Bu C-dən B-yə 3y-dir. D-dən B-yə də y-dir. Əgər D-dən B-yə y, bura 3y-dirsə, onda C-dən də D-yə 2y qalır da. 3y-dən y çıxanda. Deməli, onda bura olacaq 2y. İndi bura baxaq. Buradan bura A-dan D-yə 2x-dir. C-dən də D-yə x-dir. Onda burada 2x-dir. Bu 2x-dirsə, bura 2y-dirsə, onda bura 4y-dir. Deməli, bunun bura 2y-dirsə, onda yəni bu общisi 4-dür. 4-dən yenə burada 2y-dir. Hesablayanda 2y, 2y bir də y eləyir 5y. Onda 45 bərabərdir 5y-ə. Aha, onda y də bərabərdir 9-a. Məndən elə D, BD parçasını soruşurdu, elə 9 0 kiçikdir S olduqda A isə o. Deməli, A ilə B ikisi də mənfi ədəddir, bir dənə C müsbət ədəddir. A da B də mənfi ədəddir. İndi burada hansı A da B də mənfidirsə, ikisi də mənfidir zaten. Çıxanda müsbət çıxacaq da. Yəni A mənfi, B mənfi, bu olsa ikisi də mənfi olur, toplayıram. Toplayanda cavab mənfi olur, moduldan çıxanda müsbət çıxır. Ona görə A plus B çıxır buradan. Sonra C minus A. Bu da mənfi ədəd olduğuna görə C minus A. C çıxılsın mənfi, o da verir yenə deməli müsbət ədəd. Onda yazıram C üstə gələk A. Sonra C çıx B. Yenə C mənfi müsbət, bu da C plus B verir mənə çıxanda C plus B-ni. İndi gəl bu qabağındakıları verək bunlara, mənfiləri çıxılsın. Aha, bərabərdir. A üstə gələk B, çıx C, çıx A, çıx C, çıx B. Aha, B'lər getdi. A'lar getdi. Qaldı mənfi 2C. Başa düşdün?
Bəli, başa